Sizin burada bugünkü günde saat 7'nin yarısıdır. Cerrahlarınız yoksa iki avtoqəza olur. Biri şişəsiləndə qolunu doğrayıbdır. Bilmir həkimlər, yazıq cerrah bilmirəm içəridə hansı cerrahdır. Hansına baxsın? Kanalımıza müraciət edən Bərdə rayon sakini Ariz Məmmədov Bərdə rayon mərkəzi xəstəxanasındakı özbaşınalıqdan və tibbi xidmətin yetərsizliyindən narazılığını bildirib. Şikayətçinin iddiasına görə, təmizlik işləri apararkən qolundan ağır zədə alan Ətrabə Salahova dərhal xəstəxanaya çatdırılsa da, ona ilkin tibbi yardım göstərəcək həkim tapılmayıb. Eyni zamanda, yol nəqliyyat qəzası nəticəsində xəsarət alan daha 2 rayon sakini də xəstəxanaya gətirilib. Lakin müəssisədə növbətçi olaraq yalnız bir cərrahın olması səbəbindən ağır vəziyyətdə olan xəstələr köməksiz qalıblar. Valid yeri oldu. Biz bu günlərin bura Şüşəsiləndə xanım, Ətrabə xanım Şüşəsiləndə qolunu kəsirdi, gətirmişik. 2 dənə də avtoqəza ilə gəlibdi bura. Bərdə rayon mərkəzi xəstəxanasında bugünkü gündə saat 6-dır, 7 işləyib. Bir cərrah var. İkinci cərrah yoxdur. İndi həmən o cərrahı bilmirəm kimdir. Qalıbdır, bilmir avtoqəzanı baxsın 2 nəfərə, yoxsa qolunu kəsənə baxsın. Bilinmir kimdir hələ. Vətəndaş bildirir ki, baş həkim Vüsal Məmmədov və digər cərrahlar istirahətdə olduqları üçün təcili tibbi yardıma ehtiyacı olan şəxslərin həyatı ciddi təhlükə altına düşür. Ariz Məmmədov aidiyyəti qurumlara müraciət edərək xəstəxanada yaşanan bu acınacaqlı vəziyyətin dərhal araşdırılmasını və məsul şəxslər barəsində lazımi tədbirlərin görülməsini xahiş edir. Mən Vüsal həkim, neçə dəfə sizdən şikayət eləmişəm. Hər dəfə də mən demişsiniz ki, məndən şikayət eləməginəm. Amma bugünkü gündə mən də deyirəm ki, sizin cərrahlarınız da, siz də, Loğman həkim də qaçmışsınız Şirvangölə. Şirvangöldəsiniz. Ona görə ki, sizin burada bugünkü gündə saat 7'nin yarısıdır. Cerrahlarınız yoksa 2 avtoqəza olur. Biri şişəsiləndə qolunu doğrayıbdır. Bilmir həkimlər, yazıq cerrah bilmirəm içəridə hansı cerrahdır. Hansına baxsın? Qalıb üçünün arasında. Ona görə burada bugünkü gündə bu günorta vaxtı həkim yoxdursa, deməli siz hamınız Şirvangöldəsiniz. Sonda onu da qeyd edək ki, Kanal 13 səsləndirilən iddialara görə məsuliyyət daşımır və qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırdır.